Həyat sanki dənizdə bir səyahətdir. Biz burada kiçik bir gəmidə rastlaşırıq. Ölməklə sahilə çatırıq və ayrı-ayrı istiqamətlərə yönəlib biri-birimizdən ayrılırıq. Bunu Rabindranath Tagore yazırdı, məşhur Hind yazıcısı. Yeniyetməlikdə onun Fəlakət romanını oxuyub aylarla təsirindən çıxa bilməmişdim. Bugün sizə danışacağım bir ailə fəlakəti də əminəm ki, Tagore'un qələmində əməlli başlı bestseller olardı. Azərbaycan ordusunun hərbi qulluqçusu əskər Hüseynov Ceyhun Tofiqoğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəkildə itkin düşüb. İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan ordusunun hərbi qulluqçusu əskər Hüseynov Ceyhun Tofiqoğlunun nəşi bugün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərrur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Ceyhun Hüseynov vəfat edəcək yaşda değildi. Onun həyatı hələ qarşıdaydı. Ən yüksək səviyyədə dil biliklərinə, savada malik bir gənc idi. Arzuları vardı. Elə hərbi xidmətə getmək də o arzuların önündə gəlirdi. Getdi, nümunəvi xidmət göstərdi və hərbi xidməti başa çatmağa 20 gün qalmış. 20 gün qalmış. Verilən məlumatlara görə hərbi hissə komandirinin verdiyi məlumata görə, dediyi ifadəyə görə Ceyhun postda erməni ilə üzbəüz torpağını müdafiə edən zaman kənardan asılan güllə ilə, kənardan asılan güllə ilə dünyasını dəyişib. Vətən yolunda, postda, torpağı yolunda canından keçib. 2024-cü il tarixdə erməni silahlı qüvvələri ilə üzbəüz döyüş postunda xidmətdə olarkən Ceyhun Hüseynov əskər Elcan Hüseynzadə ilə birlikdə xidmətdə olub və xidmət zamanı yağış yağıb, yağışdan sonra Ceyhun əsgər yoldaşına havanın çox yaxşı olduğunu, belə havadan ilhamlandığını bildirərək biraz açıq havada oturub, hava olmaq istədiyini demiş. Sonradansa Elcan Hüseynzadəyə hər hansı əmr və göstəriş olmadan hücuma keçə bilib-bilmədiyini soruşmuş. Elcan isə xeyr, əmr olmadan mən hücuma keçə bilmərəm demişdir və cavab olaraq da Ceyhun ona heç bir söz deməmişdir. Bir neçə dəqiqə sonra isə Elcan Hüseynzadə deməli döyüş məntəqəsində olarkən həmin vaxt mərhum Ceyhun Hüseynov döyüş postunda, yəni bayırda olmuş, tam silah-sursatla təchiz olunmuş vəziyyətdə. Bu vəziyyətdə Elcan səs eşitmiş, əvvəlcə səsin nə olduğunu başa düşməmiş, sonradan isə ona məlum olmuşdur ki, atəş səsi gəlir. Atəş səsini eşidərkən dərhal bayıra çıxmış və görmüşdür ki, növbə yoldaşı, döyüş yoldaşı Ceyhun Hüseynov yerində yoxdur. Ermənistan silahlı qüvvələr istiqamətində, onların postları istiqamətində hərəkət edir və dayanmadan atəş açır. Həmin elə şahidlərin deməsinə əsasən mərhumun atəş səslərindən sonra qısa bir fasilə yaranmış və bir tamam fərqli atəş səsi gəlmişdir. Həmin şahidlərin Elvin Zeynalovun və Vüqar Qocayevin dediyinə görə bu sonuncu atəş digər səslərdən kəskin fərqlənmiş, hava yarma səsi ilə müşahidə olunmuş və sanki uzaqdan atılan snayper atəşinə oxşamış. Həmin atəş nəticəsində də mərhum Ceyhun Hüseynov yıxılmış və öldürülmüşdür. Mədinə ana Azərbaycanda oğlu şəhid olmuş yüzlərlə anadan biridir. Saçı bir gecədə ağarmış, bir üzü qız, bir üzü gəlin analardan biri. Balasına bəy otağı hazırlayacağı yerdə bugün qara daşlara sarılıb, ocaq sönüb, küllə oynayır. Hərçəndi cəmi bir neçə il qabaq o balası ilə buraxılış gecələrində oynayar, rəqs edərdi. Bəlkə də xəyallar qurar, oğlunun qüvvətli qolları arasında gələcək gəlininin kimliyini götür-qoy edərdi. Amma sən saydığını say deyiblər. Gör fələk nə sayır.
Ordubadın Gəncə kənd məzarlığında 2 şəhid uyuyur. İkisinin də adı Ceyhun, ikisinin də soyadı Hüseynov, əmi və qardaş oğlu. Əmi 19 yaşında şəhid olub, qardaş oğlu 25 yaşında. Hüseynovlar ailəsinin itkisinə bu kənddə hər kəs ağlayır. Amma heç bir göz yaşı Səhraya ananın dərdini yuyub apara bilmir. Oğlu Ceyhun 1994-cü ildə Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sonradan böyük oğlu Tofiqin balasına Ceyhun adı verəndə belə zənn etmişdi ki, balasının qoxusunu nəvəsindən alacaq. Təəssüf ki, hər iki Ceyhunun taleyi oxşar oldu. Sanki anaları onları vətənə qurban vermək üçün dünyaya gətirmişdilər. Qardaşım şəhid olanda mənim 13 yaşım var idi. Qardaşımızın ikisi bizim ailəyə bir qürur gətirdi. Bizim qardaşlar arasında daha da bir mehribansılığa səbəb oldu. Artıq biz qardaşın nə olduğunu daha dərindən dərk elədik. Şəhidliyinə bir gün əvvəl müsabiqə vermişdi. Bütün cavanları, bütün xalqımızı mübarizəyə şaşlamışdı. Onun sabahsı günü onun şəhadət xəbəri gəldi. Cəmi 19 yaşında. Allah ruhunu şad eləsin. Bu firavanlığı, bu əminamanlığı onlar bizə bəxş eləyiblər. Biz onunla fəxr eləyirik. Şəhid ağlamaq lazım deyil ki, şəhidlə öyünmək lazımdır. O bizə fərəh gətiribdir. O bizə baş ucalığı gətirib. Bizim başımız da onunla fəxr edirik. Elə bu yüksək keyfiyyətlər onun qardaşı balasında da var idi. Ceyhun balı, Tofiqin oğlunda. O da erməni gülləsinə tuş gəldi. O da əmisinin qisası ilə yaşayırdı. O arzularla yaşayırdı. Ceyhun dünyaya gələndə ata-ana kəlməsinə həssas olan ailə sevindi. Çünki ailənin ilk övladı idi. Şəhid Ceyhunun adını qoydular ki, bir tarixi, bir ömrü, bir niskilli ömrü tamamlasınlar. 99-cu ildə dünyaya gəldi. 3 yaşına qədər Moskva şəhərində yaşadı. 6 yaşında Bakıda Bakıxanov qəsəbəsində 252 nömrəli məktəbin 1-ci sinifinə qəbul olundu. Onu deməliyəm ki, 4 il bu məktəbdə oxuyan Ceyhun sizi 4A sinifinin son zənc mərasimində salamlayırıq. İmtahan verib, özəl Türk liseyinə daxil olanda məktəbin direktoru Abbasqulu müəllim Ceyhunun məktəbdən getməsi haqqında qərar vermədi. Ceyhun 1-ci sinifdən iti fəhmi, gözəl zəkası, dərin biliyi, ağlı, humanizmi və insanlara olan səmimiyyəti ilə məktəbdə o qədər hörmət qazanmışdı ki, Ceyhunu məktəbdən buraxmaq istəmirdilər. Hətta onun atası Təhsil Nazirliyinə müraciət edərək Ceyhunun məktəbdən liseyə keçməsi haqqında kömək istədi. Və ondan sonra 9-cu sinifə qədər Ceyhun Türk liseyində təhsil aldı. Bu liseydə təhsil alarkən o yarışlarda, olimpiyadalarda iştirak edirdi. Olimpiyadalarda uğurlu nəticələri ilə çıxış edirdi. Təkcə onu qeyd etməliyəm ki, buranı 9 illik təhsili yüksək səviyyədə başa vurandan sonra Ceyhun Zərifə Əliyev adına özəl Türk liseyinə qəbul oldu. Və o illərdə Türkiyədə beynəlxalq müsabiqə keçirilirdi. Ceyhun həmin müsabiqədə 16 dövlətin iştirak etdiyi 350 nəfərin qatıldığı müsabiqədə coğrafiya fənni üzrə 1-ci yeri tutub qızıl medal və əlavə olimpiyadaya qoşularaq İngilis dilindən və riyaziyyatdan 2-ci yer tutaraq gümüş medallarla təltif olundu. Bu, bir müsabiqədə istedadlı bir gəncin, Ceyhunun qazandığı uğurun, mən deyərdim, bəlkə də ən gözəli idi. Başlanğıcı demərəm, çünki Ceyhun 1-ci sinifdən 11-ci sinifə qədər onun gündəliyində 1-4 olmayıb. Hamısı 5 olubdu. Ceyhun təminatlı ailənin övladı olub, evin ilkini yağ içində böyrək kimi bəsləyiblər. Bəlkə də desəydi ki, hərbi xidmətə getmək istəmirəm, ailəsi bu arzusunu gözündə qoymayacaqdı. Amma Ceyhun hərbi xidmət üçün özünü fəda edənlərdən idi. Onun gözü qarşısında 19 yaşında şəhid olan əmisi Ceyhunun obrazı vardı. İkinci bir tərəfdən hədsiz vətənpərvər idi. Uşaqlıqdan onu belə böyütmüşdülər. Şəhid olmaq, vətənə qurban getmək ruhunda. Vətən üçün şəhiddə dağılıbdır hər gün. Vətən üçün sağlıqdan keçməlidir hər.
Bizim uşaqlığımız bu evdə keçib. Bu evdə bir yerdə böyümüşük, nəfəs almışıq. Qardaşımdır, canımdır. Yəni çox darıxıram açığı. Onun yerini heç kim doldura bilməz. İnsanın düz həyatda dostları olur. Belə deyirik ki, sən bizə qardaş uşaqsan, amma insanın qardaşı yəni əvəz olunmaz bir şəxsiyyətdir. Yəni Ceyhun da elə bir qardaşdır ki, yəni dünyada çox qardaşlar görmüşəm, amma biz çox mehriban qardaşlar olmuşuq. Həmişə birimizə arxadayaq olmuşuq. Hərdən olur ki, məktəbdə şıltaqlıq eləmişəm, dava düşüb, özü gəlib 252-də bir yerdə oxuyurduq. Özü gəlib davada falan ayırırdı, deyirdi ki, bu mənim qardaşımdır, bundan işiniz olmasın. Mən ömrümün böyük hissəsini qardaşımın evində yaşamışam. Ona görə də Ceyhun demək olar ki, mənim gözümün qarşısında böyüyübdür. Ceyhun həm mənim qardaşımın balası, həm qardaşım, həm dostum olubdur. Biz uşaq olanda o da riyaziyyatdan olimpiyadalara falan gedirdi. Mənim riyaziyyatım o qədər güclü olmurdu. O özü müəyyən imtahan kağızları hazırlayırdı, belə deyək. A4 vərəqlərində məni sorğu-sual edirdi. Sorğu-sualı mən yaxşı eləməyəndə biraz əsəbləşməyi olurdu. Amma indi başa düşür ki, insan o şeylərin insan həyatında nə qədər rolu var. İnsanların qəlbinə toxunmağı bacarırdı, insanlara yön verməyi xoşlayırdı. Ümumiyyətlə, onun itkisi mənim üçün çox ağırdı. Çünki, necə deyim, bu son həyat mərhələlərində artıq onun dəstəyini görə bilmirəm. Onu itirmək bir qardaş kimi mənə çox ağır gəlir. İndi magistr təhsilimə qəbul almışam. Kaş elə o da sağ olardı, bu günləri görərdi. Çünki o mənlə həmişə fəxr edib. Hətta bakalavra qəbul olanda birinci imtahanım o qədər uğurlu olmamışdı. O xaricdən zəng elədi, dedi ki, mən səni inanıram, həvəsdən düşmə, sən bir ay içərisində çox şey dəyişə bilərsən. Mən də həqiqətən də bir ay içərisində balımı 100 bal dəyərində qaldırdım və Adana Universitetinin Hüquq Fakültəsinə qəbul oldum. İsmail'la Ceyhun'un otağına da baş çəkirik. Bu otaqda hər şey var. Ceyhun'la bağlı çoxlu maraqlı xatirələr. Bircə Ceyhun'un isti nəfəsindən başqa. Ona görə də bu otaqda üşüyürsən, dəhşətə gəlirsən, adi, nimdaş uşaqlıq paltarını belə qoruyub, hifz etdiyin halda əzizini qoruyub saxlaya bilməməyin acısını yaşayırsan bu otaqda. Havalanırsan sanki. Ümumiyyətlə, onun incə ruhu da var idi. İncəsənətlə çox yaxından maraqlanırdı. Musiqi, ümumiyyətlə, kurslara getməmişdi, nə rəsmdən, nə musiqidən. Amma rəsm qabiliyyəti də, əmək qabiliyyəti də məndən yaxşı idi. Bəzən rəsm çəkə bilmirdim, albomu aparıb verirdim ki, bu rəsmləri mənim üçün sən çək. Məndə o bazarlıq yoxdur da. Elə gözəl çəkirdi ki, müəllimlər belə həsəd apardı ki, İsmail, sən bunu necə çəkirsən? Mən də deyə bilmirəm ki, bunu mənim qardaşım çəkir. Hər tərəfli bir insan idi. Yəni bir melodiyanı duysun, onu pianoda ifa etməyi bacarırdı. Halbuki heç bir piano dərsi almayıb. Heç o notalarla işləməyi də bilmir ki, do, re, mi, fa, sol, la, si bunlar nədir? Nə olan şeylərdir? Heç biri ilə maraqlanmayıb. O uşaqlıqdan diplomat olmaq arzusunda idi. Balaca ağıl dəryası bu iddiasını televiziya proqramlarında da həvəslə dilə gətirirdi. Ölkəmizi hansı ölkədə təmsil eləmək istəyirsən? Hər hansısa bir şərq ölkəsində. Niyə məhz şərq ölkələrindən birində? Çünki mənə elə gəlir ki, şərq ölkəsi daha məqsəd uyğun olar. Niyə məqsəd uyğun? Digər ölkələr. Yəni mənə elə gəlir ki, Çin gələcəkdə ən güclü inkişaf edilmiş ölkə olacaq. Üç dəfə televiziyada, Aynes televiziyasında, ATV-də və bir də hansı kanaldasa qızıl medala görə dəvət elədilər, çıxış elədi. 2016-cı ildə Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirən Ceyhun həmin il 627 balla Ada Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinə daxil olur. Sonra mübadilə proqramı ilə Yaponiyada təhsil alır. Ardınca Təl-Əvivdə magistr dərəcəsinə yiyələnir. Hərbi xidmətdən sonra doktoranturasını Brüsseldə davam etdirməyi planlaşdırırdı. Hətta Belçika dövlətindən dəvət də almışdı. Təəssüf ki, vaxtsız ölümü təkcə onun planlarını alt-üst etmədi. O cümlədən İsraildəki müxtəlif ölkələrdən olan dostlarının da həyatını qaraltdı. Onlar bu xəbərdən sonra Ceyhun'un ailəsinə belə bir məktub göndərmişdilər.
Bizim adlarımız Sam, Sara, İzi və Sindi. Tel Aviv Universitetində magistr oxuduğu müddətdə hamımız Ceyhunla çox yaxşı dost olmuşuq və onunla birlikdə yaşayırdıq. Onun vəfatı haqqında eşidəndə çox kədərləndik. Onun mehriban və şən təbiəti sinifdə keçirdiyimiz və İsraildə səyahət etdiyimiz günləri daha mənalı etdi. Ceyhun həmişə mənə qarşı mehriban və alicənab olub. Bir dəfə də mən xəstə olanda mənə dərman gətirmişdi. Bir dəfə də günümü gözəlləşdirmək üçün mənə gül almışdı. O həqiqətən də gözəl insan idi. Xatirəsini hörmətlə anıram. Ceyhunla axşam yeməyində, gəzintilərdə və dərs arasında bir sıra yadda qalan söhbətlərimiz olurdu. İlin ən yadda qalan xatirələrindən biri Ceyhunla Dubayda vaxt keçirmək və yaxın mənalı dostluq qurmaq oldu. Ceyhunun mirası bizim üçün arzuladığı ən gözəl diləklərdə və bir-birimizə olan məhəbbətimizdə yaşayır. Onun xatirəsini əziz tuturuq. Teologiya, din və fəlsəfə ilə bağlı söhbətlərimiz mənim üçün çox dəyərli idi. İslam dini haqqında ondan çox şey öyrəndim və onun öyrənməyə və öyrətməyə olan həvəsini heç vaxt unutmayacağam. Ceyhun dostlarına qarşı həqiqi sədaqət hissinə sahib idi və bizə həqiqətən qayğı göstərirdi. Bir dəfə onunla uzun bir gəzintiyə çıxdıq və müxtəlif inanclar, dünya görüşləri haqqında danışdıq. Onun açıq fikirli olması bizim yaxşı dost olmağımıza səbəb oldu. Ailəsinə ən xoş arzularımızı göndəririk. Ceyhun həmişə ürəyimizdə, düşüncələrimizdə və xatirələrimizdə qalacaq. O həqiqətən möhtəşəm bir insan və dost idi. Onunla keçirdiyimiz vaxt bizim üçün çox dəyərli idi. Ceyhunun Azərbaycandan gətirdiyi çayı içərkən onu xatırlayırıq. Sara, Sam Amberson, Sind Sivyan, Isabella Yerger. Tələbə dostlarından olan Şari isə Ceyhunun xəbərini eşidəndən sonra onun dəfn olunduğu Ordubadın Gəncə kəndinə belə gəlmiş, dost doğması kimi məzarı başında göz yaşı tökmüşdü. Tel Aviv Universitetinə gəlincə, sevimli tələbələrindən olan Ceyhun Hüseynovun vəfatı ilə əlaqədar onun xatirəsinə təqaüd proqramı təsis edib. Universitetin münaqişələrin həlli və vasitəçilik üzrə beynəlxalq magistr proqramının direktoru Korey Gil Schuster bu haqda belə deyir. Ceyhun 2022-ci ilin oktyabrından 2023-cü ilin avqustuna qədər proqramımızda tələbə idi və bildiyimə görə bu proqramda Azərbaycandan olan ilk tələbə idi. O proqramımızı çox sevirdi. Gözəl, mehriban, şirin insan idi Ceyhun. Ayrıca İsraildə qalmaq fikri də vardı. Lakin ölkəsinə xidmət etmək onun prioritetlərindən biri idi və hərbi xidmətə getdi. Ceyhun sadəcə tələbə deyildi. O, böyük missiyası olan insandı. Onun məqsədi və missiyası xalqlar arasında sülh və qarşılıqlı anlaşma idi. Bildiyim qədər o, ordudan dərhal sonra doktoranturasını davam etdirməyi planlaşdırırdı. Onun ölüm xəbərini hadisədən 2 həftə sonra sinif yoldaşlarından öyrəndik. Hamımız şokdaydik. Onun adı və ailəsi üçün vacib bir iş barəsində düşündük. Əvvəlcə nə edəcəyimizi bilmirdik. Sonra mən onun adına təqaüd verilməsini təklif etdim. Çünki o sülh yaratmağa, insanları anlamaq üçün bir araya gətirməyə çox sadiq idi. İndi Ceyhunun işini davam etdirmək istəyən hər kəs bu təqaüd üçün müraciət edə bilər. Proqram münaqişələrin həlli sahəsində fəal işləyən və ya özlərini bu sahəyə həsr etməyə can atan tələbələr üçün $5000 qədər pul almaq imkanı verir. Qısası Ceyhun belə oğul idi. Yaşasaydı, Azərbaycanın adını göylərə ucaldardı. Kim bilir, nələr edərdi, nələr. Bəlkə də dövrünün ən gözəl diplomatı olardı. Bəlkə də ən ədalətli məmuru, ailəsinin ən ideal kişisi, uşaqlarının ən gözəl atası, elə öz atası kimi. O atasına çox heyran oğul idi. Atası Tofiq haqqında belə yazırdı. Onun rütbəsinə çatmaq mənə hər keçən gün daha da imkansız görünür. Hər il böyüdükcə nə qədər az bildiyimi biraz daha da dərk edir. Bu insanın qarşısında daha da əyilirəm. Artıq yaş gələcək, bəlkə bir vaxt öz övladlarım belə olacaq. Bəlkə onlar da mən yaşı gəlib çatacaq. Mənsə hələ də bu kişini axtaracağam. Çıraqla. O mənim atamdır, ağamdır. Ataya münasibət bu ailənin qanından gəlir. Göydə Allah, yerdə ata. Hüseynovlara bu tərbiyəni aşılayan evin ağsaqqalı Tahir kişi olub. Şəhid Ceyhunun atası, Şəhid Ceyhunun babası. Bizdə en saylı hərbi hissə var. Buradan 6 kilometr yuxarıda olsa da
o dolayı yollarla qalxıb Hacı Tahirəmi ildə bəlkə 5 dəfə, 6 dəfə, 10 dəfələrlə hər dəfə onların əskərlərin sayı, yəni demirəm, kifayət qədər onları yeməklə, ərzaqla, geyimlə, yəni onları təmin etmək üçün bu insan zövq alırdı buradan. Ərzaq paylayanda özü xörəyi çəkib əskərləri yedirəndə deyərdi mənim ruhum təzələnir. Öz övladı göz önünə gəlirdi. Bizim qardaşımız məscidimizi lentə aldı operatorumuz. Onun 50% maddiyatın Hacı Tahirəmi ödəyib. Mən şahidim. Məscidin axundu kimi onun özü təkcə bura Aja kəndində, Ordubad öyündən Aja kəndində məscid tikdirib. İndi ki bizim məscidimizə nə qədər maddi köməklik eləyibdi. Bunun yolun onun oğlu Hacı Tofiq bu dəqiqədə davam elətdirir. Gördüyünüz bu yol Hacı Tahirəminin təşəbbüsü ilə çəkilib. Kəndin qəbristanlığında olan abadlıq işlərində, kəndimizdə gedən abadlıq işlərində və günəş bateriyası ilə işləyən yaşıl işıqlarla kəndin təmin olunması bilavasitə bu ailənin təşəbbüsü və onların nəticəsidir. Yəni bu ailə eyni zamanda xəstələrə kömək olub, çətində qalanlara, darda qalanlara kömək olub. Hətta bu ailə kənddə xəstə bir ailəyə Ordubadda özünün 2 mərtəbə, yəni böyük bir evini bir xəstə ailəyə hədiyyə veribdir. Hacı Tahir ona verilən məbləğ ki, verirdilər də, pensiya verirdilər belə. Bu adam Allah rəhmət eləsin, öyle gedib dünyasında aşır. Bu pensiyanın bir abbası, bir qəpik olsun, özü üçün xərclənmir. Belə xeyirxah mühitdə böyüyən oğul da Ceyhun kimi oğul olmalıydı. İgid, vətənpərvər, millətini, dövlətini, bayrağını sevən. 7-ci sinifdə Azərbaycan bayrağını almışdı atası ona. O bayrağı alanda Azərbaycan bayrağını öpüb gözləri üstündə qoydu və bayrağa onda and içdi. Dedi bizim ən böyük sərkərdələrimiz, dövlət rəhbərlərimiz bu bayraq altında and içirlər. O da bayrağa and içdi. Vətəninə layiqli övlad olacağına and içdi. Hətta təhsilini bitirib Ada Universitetinə daxil oldu. Ada Universitetdə oxuyanda ondan sonra Yaponiyada təhsilini davam etdirəndə də o bayrağı özü ilə apardı. Ceyhun o bayrağı yəni illərdir özü ilə daşıyıb, harda olsa dalğalandırıb. Əcnəbi yoldaşlarına deyib ki, bəs Azərbaycan belə bir dövlətdir. Azərbaycanın bayrağının mənasını açıqlayıb ki, bəs bu müstəqilliyimizi, İslamı, yəni Azərbaycanın necə bir türk dövləti olmasını onu təqdim edib və bundan da heç vaxt utanmayıb. Yəni Amerikada da Ağ Evin qarşısında onun bayrağının şəkilləri var. Görənlər də duyğulanır ki, balaca uşaqdan amma yəni qorxmadan erməni diasporasının bu qədər güclü olduğu dövlətdə belə bu bayrağı dalğalandırıb. O bayrağı özü ilə Yaponiyaya, İsrailə, yəni dünyanın harasına getsə həmişə o bayrağı özü ilə daşıyırdı. İsraildə ümumiyyətlə müəyyən tədbirləri özü təşkil etmişdi bilavasitə. Xocalı soyqırımı 20 yanvar hadisələri ilə bağlı orada müəyyən çıxışlar etmişdi xarici tələbələrin qarşısında. Orada təbii ki, erməni əsilli tələbələr də var idi. O Qarabağ gerçəkliklərini orada göstərməkdən çəkinmirdi. Cavanlar, gənclər ancaq vətənə məhəbbət, vətən qeyrəti tərbiyəsi alıblar. Onun bir səbəbkarı var. O da bizim ümummilli liderimizin yolu ilə gedən cənab prezidentimizdir, Ali Baş Komandamızdır. Onun yeritdiyi dərin, balanslaşdırılmış siyasətin nəticəsidir. Bunu yalnız belə qiymətləndirmək olar. Həmişə təhsilə maraq verib, heç dayanmırdı. Hətta Tel-Əvivdə olduqda orada müəyyən əlaqələr qurmağa bacarmışdı. Azərbaycanın İsraildəki nümayəndəliyinin bəzi şəxslər var idi. Onlar dedilər ki, sən Brüsseldə doktorantura təhsili almağa necə yanaşırsan? Yəni
Bu uşağın perspektivləri çox idi. Bu çox qısa ömründə dünyanın ən nüfuzlu universitetlərində təhsil aldı. Dillər öyrəndi. Nə qədər çox dil bilsən, o qədər adamsan dedi. İdmanla məşğul oldu, özünü hərbi xidmətə hazırladı. Bircə yaşamağa hazırlaya bilmədi. 25 yaş nədir ki, bu qısa ömrə sürətlə müxtəlif prosesləri yüklədi. Yoruldu mu igid? Axı ayaqqabılarının içinə qum doldurub gəzirdin ki, hərbi xidmətdə çətinlik çəkməyəsən, utanmayasan. Axı təlimdə tər, döyüşdə zəfər deyirdin. Axı sən çox inadkardın, mübariz idin, elə Mübariz İbrahimovun özü kimi. Kumirin idi, əminəm, hər cür maddi təminata, hər cür yüksək biliyə rəğmən hərbi xidmətə getməyin də orada şücaətinlə fərqlənməyinə hesablanmışdı. Praktikadaydım. Telefon zəngi gəldi ki, bəs hava limanına getməliyik. Artıq əvvəl də belə bir şey yaşamışdım. Baba rəhmətli gedəndə də hava limanına getmək məsələsi var idi deyə. Artıq məsələnin nə yerdə olduğunu anlamışdım deyə çox pis oldum. Lakin bir dəqiqləşdirmək üçün əmmə zəng elədim. Dostu açdı telefonu. Mən onu eşidəndə elə bir dizlərimin bağı qopdu da belə deyək. Elə yerə oturdum. Bir yarım saat 40 dəqiqə özümə gələ bilmədim, amma gördüm ki, güclü olmalıyam. Ailəmin yanına tez tələsdim. Ceyhun Hüseynov universiteti bitirəndən sonra, magistraturanı bitirəndən sonra Belçikada magistraturaya daxil olmuşdu. Onun imtiyazları var idi ki, əskəriyə getməsin. O isə gəldi evdə, atasının anasına dedi ki, yox, mən gecə olar gedib vətənimə xidmət eləməliyəm, əskəriyə getməliyəm. Hətta anasına demişdi ki, anası deyirdi ki, mənim oğlum heç kimdən artıq deyil. Hamı necə gedir, mənim də oğlum getsin. Bu öz imtiyazlarına baxmayaraq könüllü olaraq, hətta ailəsini məcbur elədi ki, mən əskəriyə gedəcəm. Getdi, özü də harada qulluq elədi? Ən ağır postlardan birində qulluq elədi. Dağın başında qulluq elədi. Erməni postu ilə üzbəüz 50 metr məsafədə qulluq elədi. 25 yaş bilirsiniz, insan həyatında birinci mikro yubileydir. Bu yubileyə filosoflar deyirlər, yaşamağa hazıram yubileyi, yaşamağa hazıram. Artıq mən hər şeyi əldə eləmişəm, yaşamağa hazıram. Rəhmətlik Ceyhun mübarizin yolu, mübariz yolunda deyərək hərəkət edirmiş və bu hadisə ilə bağlı əsgər Elcan Hüseynzadə dərhal aidiyyəti üzrə məruz edir. Məruzədən sonra hadisə yerinə Maxel Elvin Zeynalov və kapitan Vüqar Qocayev gəlir. Onlar gələnə qədər də mərhum dayanmamış, yuxarı istiqamətində, post istiqamətində hərəkət etmiş və daim atəş açmışdır. Bəli, sən mübariz olacaqdın, söz vermişdin. Anana da söz vermişdin ki, hərbi xidmətdən sonra evlənəcəm. Ağşəhərdəki bu yaraşıqlı mənzildə ağ günə çıxmağı planlayırdın. Əla zövqün vardı, gözəl dizaynerdin. Evin təmiri üçün hər şeyi özün seçmişdin. Amma dar, qaranlıq məzara daşındın. Niyə anasının qara gözlüsü? Niyə atasının qürur mənbəyi? Qardaşının arxa dayağı niyə? Niyə bacısının ağ atlı şahzadəsi, nağıl yox, gerçək qəhrəmanı, vətənin igid oğlu? Niyə? Bilmədinmi ölümün hər kəsi yandırıb yaxdı, ölkənin alisindən tutmuş sadəsinə qədər hər kəsi. Bugün Hüseynovlar ailəsi Ali Baş Komandana, mənəvi dəstəyə görə Heydər Əliyev Fonduna, Ağda Universitetinə, şəhid analarına, atalarına, qazilərimizə, hər kəsə minnətdarlığını bildirir. Çünki bu ağrılı, acılı günlərdə onlar sənin ailəni tək buraxmadılar. Axın-axın evinə gəldilər. Əminəm ki, ruhun onları gördü, hər kəsin sənin üçün yanan ürəyini də. Sən gənc yaşında çox şey qazandın igid. Həyata adadan başladın, cənnətdəki adada isə əbədi həyat qazandın. Məqamın mübarək olsun, şəhidim. Tanrı dağında görüşənədək.